Bu həftə Azərbaycanda insanların gündəlik həyatı ilə bağlı hansı problemlər gündəmə gəldi? Şikayət TV-nin həftəlik jurnalını təqdim edirik. Belə ki, Gəncə şəhərində Abbas Səhət adına xəstəxana yaxınlığında yerləşən istifadəsiz binaların həyəti zibilli kimi istifadə olunur. Kəskin üfunət, heyvan leşləri və yandırılan tullantılar sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Gəncəlilər dəfələrlə məsul qurumlara müraciət etsələr də problem köklü şəkildə həll edilmir. Digər şikayət paytaxt Bakıdandır. Paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində aparılan tikinti işləri yaxınlıqdakı evlərə ziyan vurub. Divarlarda dərin çatlar əmələ gəlib. Hamam otağının kafelləri qopub. Sakinlər bildirir ki, körpə uşaqlarla birlikdə uçma təhlükəsi olan evdə yaşamaq məcburiyyətindədirlər. Daha sonra Ucar rayonu Boyat kəndində yerləşən bir nömrəli tam orta məktəbdə valideynlər direktorun qız şagirdlərə yalnız ətək geyimindən tələb qoyduğunu iddia edir. Halbuki mövcud qaydalara görə qızlar üçün həm ətək, həm də şalvar olmasına icazə verilir. Salyan rayonunun Aşağı Noxudlu kəndində yerləşən məktəb isə artıq bir ildən çoxdur qəzalı vəziyyətdədir. Şagirdlər əvvəl daşınma ilə başqa kəndə aparılırdı. İndi isə orada da təhlükə yarandığı üçün dərslər dayandırılıb. Bu həftə Gəncə şəhərindən 2 şikayət qeydə alınıb. Belə ki, şəhəri ikiyə bölən Gəncə çayın bəzi hissələri demək olar ki, tam quruyub. Çay məcrası qamışlıqla örtülüb. Dərə aşınaraq evlərin hasarlarına qədər yaxınlaşıb. Ərazidə yerləşən kiçik körpünün də qəzalı vəziyyətdə olduğu iddia edilir. Həftənin sonuncu şikayəti isə Neftçala rayonunun 2-ci Maya kəndindəndir. Sakinlər uzun müddətdir təbii qazsız yaşayır. Qış aylarında vəziyyət daha da ağırlaşır. Yerli qurumlardan isə konkret tarix deyil, yalnız səbr edin cavabı verilir. Siz də problemlə üzləşmisinizsə bizə yazın. Şikayət TV sizin səsinizdir.